Salam əziz şagirdlər, bu sualımızda da sizə növbəti bir qəbul sualının izahını verəcəm. Sualın şərtində deyilir, 20 ədədini elə iki müsbət ədədin cəmi şəklində göstərin ki, onlardan birinin kubu ilə digərinin kvadratının cəmi ən kiçik olsun. Birinci ədədi x götürürük, ikinci ədədi isə 20 çıxılsın x götürürük. Bizə deyilir ki, birinin kubu ilə digərinin kvadratının cəmi ən kiçik olsun. Yəni, x-in kubu üstə gəlinsin 20 çıxılsın x-in kvadratı. Əvvəlcə sadələşdiririk. X-in kubu üstə gəlsin. Müxtəsər vurma üstünü tətbiq eləsək, x kvadratı çıxılsın 40x üstə gəlsin 400. Bu cəmin ən kiçik qiymət alması üçün bunun törəməsini sıfıra bərabərləmək lazımdır. X kubunun törəməsi 3x kvadratı üstə gəlsin x kvadratının törəməsi 2x çıxılsın 42-sin törəməsi 40 bərabərdir 0-a. Bunun köklərini tapsaq x1 və x2. Cəmi -2, hasili isə 3-ü -40-a vuranda -120 eləyən ədədlər -12 ilə müsbət 10-dur. Hər birini x kvadratının əmsalına, yəni 3-ə bölsək kökləri tapırıq. -12-ni bölsə 3-ə alırıq -4. 10-u bölsə 3-ə alırıq 3-də 10. Sualın şərtində bizdən 2 ilə müsbət ədəd soruşduğuna görə -4 kənar kökdür. Götürmürük. Kənar kök. Deməli, axtardığımız ədədlərdən biri 3-də 10-dur. Yəni, x 3-də 10-dur. X-in qiymətini yerinə yazsaq, onda bizim birinci ədədimiz 3-də 10. İkinci ədədimiz isə 20 çıxılsın 3-də 10 bərabərdir 3-də 50 olur. Sualın cavabı B variantı.